Həzrəti Yusuf əleyhissalam bir dəfə çaşır zindanda, zindandan çıxan adama azad olmağa. Deyir ki, məni şahın yadına sal, Misir şahına. Dinən mən günahsız yerə burada qalmışam. Bir adam zindandan azad olur, ona deyir, xahiş edir ki, gel oradan yadına sal ki, mən burada nahaq yerə həbsdəyəm. Elə ki, o adam çıxır, gedir, Cəbrail nazil olur, Yusuf, Allah soruşur ki, quyudan səni kim çıxartdı? Filan yerdə, filan köməyi sənə kim elədi? O da deyir, ilahi, sən elədin və səhvini başa düşür. Deyib, bu səhvin nəticəsi olaraq 7 ildə zindanda artıq qalacaqsan. Mənə söykənəcəksən. Din demir vasitəyə tərəf getmə, işi qəlbinləndir. Deyəsən Yusufun qəlbində nəsə bir an Allahdan yayınma baş verdi. Söhbət ondan getmir, adam vasitəyə müraciət eləməsin. Hər bir işin bir vasitəsi var. Mühüm olan bu deyil, kiməsə müraciət eləmə. Mühüm qəlbdir. Qəlbdə vasitəni əsas görürsən, yoxsa işin Allahın əlində olduğunu görürsən. 7 ildə burada qalacaqsan. Bu adamın yadından çıxardır Allah. Neçə ildən sonra o yuxu görür, onun yadına düşür ki, bəs Yusuf məndən xahiş eləmişdi. Övliyaları ilə də belə davranır. Bu dünyanın qaydası, qanunudur. Allahdan qeyri kimə söykənərsənsə naümid qalarsan. Hətta dost vəfalı da olsa bir gün əlindən bir şey gəlməz. Söhbət ondan getmir ki, dostlar hamısı vəfasızdır. Amma bəzisi vəfasız olar, bəzisi vəfalı olar. Yəni insan bəzən görürsən elə ondan gileylənir, bundan gileylənir, ondan küsür, bundan küsür. Həmişə küskünlükdədir, həmişə gileygüzar içindədir. İnsan həyatın qanunu bir dəfə bilsin ki, dünya belə gəlib belə gedəcək. Vəfa hər kimsədən kim istədim, ondan cəfa gördüm. Kimi kim bir vəfa dünyada gördüm, bir vəfa gördüm. Füzuli yazır bunu. Bu dünyanın xüsusiyyəti budur, xasiyyəti budur. Ya vəfasızdır, ya vəfası da varsa bir gün əlindən bir şey gəlməyəcək. Odur ki, şu əvvəlcədən bil, qüdrət sahibi olan Allaha arxalan, Allaha söykən.